Deməli, digər mövzumuz, video izahımız isə 15-ci əsrdə sosial-iqtisadi mədəni həyatla bağlı olacaq. İlk öncə biz idarəçilik haqqında danışacağıq ki, idarəçilikdə Qaraqoyunlu və Ağqoyunlular daha çox Səlcuqların, daha sonra isə Monqolların belirlikdə adət-ənənələrinin bəzilərindən istifadə edib, onları təkmilləşdirərək idarəçilikdə istifadə etmişdilər. Şirvanşahlarda bildiyimiz kimi, yəni dövlətin başında duran şah adlanırdı. Ağqoyunlarda, Qaraqoyunlarda isə padşah adlanırdı. Uzun Həsən isə sultan titulunu qəbul etmişdi. Biz burada əyanlar qrupundan danışacağıq ki, əyanlar qrupu bölünürdü oturaq əyanlarına, ali müsəlman ruhanilərinə, bir də yarım köçəri hərbi əyanlara bölünürdülər. Biz məsləhətçi orqandan danışacağıq ki, məsləhətçi orqan bir ali divan idi, bir də çəngaş idi. Ali divan ümumi məsələlər həll edirdi, çəngaş isə qapalı məsələlər həll edirdi. Yəni taxt-tac, müharibə məsələlərini çəngaşda həll edirdilər. Daha sonra burada deyəcəyik ki, məhkəmə işlərinə qazi başçılıq edirdi. Təvati isə ordu yığımına, belə deyək də, ordu yığımı təvatiyə məxsus idi. Ordunun yığımına o baxırdı. Daha sonra ölkədə bir nömrəli şəxs padşah idi, məlum məsələ. O qeyri-məhdud hakimiyyətə malik idi. Daha sonra ikinci yerdə Əmir Əl-Ümarə idi ki, o orduya başçılıq edirdi. Üçüncü yerdə isə biz Sədr Əzəmdən danışacağıq ki, dini idarələrə rəhbərlik edirdi və onun digər adı da Mövlana idi. Baş vəzir isə daha çox daxili-xarici məsələlər ona baxırdı və digər adı isə digər adından sahibi divan adlanırdı. Biz burada ordunu iki hissəyə ayıracağıq ki, elatlar və xassiə əskərlər. Elatlar daha çox müharibə vaxtı toplanırdı. Xassiə əskərləri isə daimi ordular idi və maaş alırdılar daimi. Daha sonra qaravul kəşfiyyat işlərinə baxırdı. Soyurqal isə xidmət müqabilində verilirdi. Daha sonradan isə irsi verilməyə başlayırdı ki, və daha sonra onun sahibləri vergidən azad olurdu. Daha sonra digər vergilərdən isə biz yenə də mal cəhətin, bəhrə, çobanbəyi, cizyə, tamğa və bacan adlarını qeyd edəcəyik. Uzun Həsənin qanunnaməsindən danışacağıq ki, Uzun Həsənin qanunnaməsinə görə mal cəhət 5/1-ə qədər azaldılır. Həmçinin Uzun Həsən tamğanı ləğv etmək istəyir, amma buna nail ola bilmir. Xristianlara qarşı xoş münasibət var idi burada. Həmçinin Gürcü erməni ruhaniləri vergilərdən azad edilmişdi. 1441-ci ildə Cahanşah Kilikiyadakı erməni katolikosluğunu Üçməncinə köçürtmüşdü. Oğuzların tarixi adlı əsər Uzun Həsənlə bağlıdır. Yəni Uzun Həsənlə yazdırmışdı, belə deyək. Quranın tərcüməsini Uzun Həsən və Qara Yusuf etdirmişdi. Əbdülqadir Marağıdan danışacağıq ki, o musiqiçi idi. Bir də 15-ci əsr memarlıq abidələrindən danışacağıq ki, 1483-cü ildə Həştbeş sarayı, 1465-ci ildə Göy məscid və Qeysəriyyə bazarı, bunlar Təbrizdə yerləşirdi. Bir də Həsən Padşah camisi var idi. Bir də hal-hazırdakı Bakıda yerləşən Şirvanşahlar saray kompleksi 15-ci əsr memarlığına aiddir. Belə, mövzu ilə bağlı 15-ci əsr sosial-iqtisadi mədəni həyatla bağlı əsas məqamları, vacib məqamları sizlərə qeyd etdim. Amma siz yenə də kitabı daha dərindən oxuyursunuz, daha sonra video izaha baxırsınız.